məşhur boksyoru olan Məhəmməd Əli hamının gözü qabağında, yəni o vəziyyətə düşdü də, başa aldığı zərbələrdən şikəst oldu. Və belə hallar da çoxdur. Ona görə belə idman növlərindən yəni çəkinməyi məsləhət görürəm. Xüsusən də kişi cinsi sağlamlığı üçün. Başqa bir səbəb qidalanma ilə də bağlayırlar. Südün daha çox qəbul olunmasını da qeyd edirlər ki, çoxlu miqdarda süd içəndə də ola bilər ki, bu prolaktin artsın. Bu hələ təsdiq olunmamış bir göstəricidir. Amma prolaktinin artmasına süd məhsulları yox. Südün özünün çox qəbul olması da deyilənə görə səbəb ola bilər. Bir sıra hallardasa prolaktinin artmasının heç səbəbini tapmaq olmur. Yəni özüm şəxsən mənim öz praktikamda dəfələrlə olmuş ki, özüm də endokrinoloqlarla da bir yerdə də belə xəstələr, bu xəstəliklər endokrinoloji xəstəliklər sayılır. Yəni endokrin vəzlər, daxili ifrazat vəzləri sayılır bunlar. Yəni həmən vəzlər qana maddələr ifraz edir. Ona görə bunlara endokrin vəzlər deyilir. Biz bu problemləri endokrinoloqlarla belə deyək, qarşılıqlı şəkildə müalicə edirik. Və orada da dəfələrlə görmüşəm ki, hətta endokrinoloqlar da bunun səbəbini təyin edə bilmirlər. Yəni belə hal olur, prolaktinin qalxmasından da cinsi zəifliyin olması mümkündür. Əlbəttə, əksər hallarda bunun qarşısını almaq olur, yəni bunun müalicəsi var. Belə hallarla rastlaşan insanlarımıza deyirəm ki, müraciət eləsinlər, biz onlara kömək eləyərik. Şükür Allaha ki, bunun dərmanları var, müalicəsi var. Həm bitkilərlə müalicəsi var, həm kimyəvi dərmanlarla müalicəsi var. Hər ikisindən istifadə edirik və şükür Allaha ki, yaxşı nəticələrimiz olur. İndi bu günlük hələlik prolaktin hormonundan sonra gələn çıxışlarımda estradiol hormonu, qadın hormonunun artması və niyə görə artması barədə danışacağım. Bir sıra kişilərdə cinsi zəiflik qadın hormonunun artması ilə də bağlı olur. İndi o barədə də gələn çıxışımda məlumat verəcəm. Keçək sual.